Hər kəsə salam, əziz üçüncülər və əziz valideynlər. Bugün pullarla hesablamaları keçəcəyik. Deməli, birinci müstəqil işlərə baxaq. Müstəqil işlərə. Deməli, nədir? Ümumi məbləği manat və qəpiklə ifadə edin. Deməli, burada 2 dənə 50 qəpik, bir dənə də 20 qəpik. 2 dənə 50 qəpik eləyir 100, yəni 1 manat. 1 manat 20 qəpik. A variantında 1 manat 20 qəpik olacaq. 1 manat 20 qəpik. B variantına baxaq. B variantında 3 dənə 50 qəpik var. Eləyir 1 manat 50 qəpik. 1 manat 50 qəpiyin üstünə 20 qəpik gələndə 1 manat eləyir 70 qəpik. Burada 1 manat var, 3 dənə 50 qəpik. Yəni 2 manat 50 qəpiyin üstünə 21 qəpik. 21 qəpik gəlsək, eləyəcək 1 manat 70 qəpik. D-yə baxaq. D-də pullar var. 7 manat 3 dənə 50 qəpik var. Üstünə də 3 dənə 50 qəpik gəlsək, eləyəcək 8 manat 50 qəpik. 8 manat 50 qəpiyin üstünə 33 qəpik də gəlsək, eləyəcək 83 qəpik. Yəni 8 manat 83 qəpik. 83 qəpik. 2. Suallara cavab verin. 7 çörək almaq üçün nə qədər pul ödəmək lazımdır? Çörəyin qiyməti 40 qəpikdir. Biz onu tapmaq üçün 40-ı vurmalıyıq 7-yə. 0-ı 7-yə vursaq 7, 4-ü 7-yə vursaq 28. 22 manat 80 qəpik lazımdır 7-dən çörək alsaq. 2 manat 80 qəpik verəcəyik kassirə. Pozanın qiyməti açıqçanın qiymətinin 1/4 hissəsinə bərabərdir. Pozan neçəyədir? Deməli, pozan sual qoyubdu. Açıqçanın deməli 1/4 hissəsidir. Açıqça da 2 manatdır. Yəni 200 qəpik. 200 qəpiyi də bölürük 4-ə, vururuq 1-ə. 2-ni 4-ə bölənmirik. 20-ni bütöv götürürük. 20-ni 4-ə bölürük 5. 0-ı da endiririk. 0-ı 4-ə böləndə 0 eləyir 50. 50-ni də vursaq 1-ə, cavab eləyəcək yenə 50. Deməli, pozan 50 qəpik imiş. C-yə baxaq. C-də 1 manatın 2/1 hissəsinə 3 bulka almaq olarmı? 1 manatın 2/1 hissəsi. 1 manat neçə qəpikdir? 100 qəpikdir. 100 manatı deməli bölürük 2-yə, vururuq 1-ə. Yenə 1-i bölənmirik 2-yə, onu götürürük. Onu bölürük 2-yə, 5. 5. 0-ı da endiririk. 0-ı da bölürük 2-yə, 50. Vururuq 1-ə, 50. 50 qəpiyə. 50 qəpiyə 3 dənə bulka almaq olarmı? Xeyr, 3 dənə bulka almaq olmaz. 2 dənə bulka almaq olar. Deməli, misal 3-ə baxaq. Cəmi və fərqi tapın. 7 manat 40 qəpik və 1 manat 70 qəpik toplayaq. Deməli, 7 manat 40 qəpik, yəni 740 manat. Deməli, 740 manatın üstünə 1 manat 70 qəpik, 170 qəpik. 170.
5-in üstünə də 740 gəlsək, deməli 0-ın üstünə 0 gəlsək, 0, 4-ün üstünə 7, 11, 1 yadda, 1 yadda, bundan 7-nin üstünə də 1-in gəlsək, 8, 810, 10 mat eləyir, 810. İndi də deyir ki, bir də fərqi tapın. Fərqi tapmaq üçün də 740-dan çıxırıq 170-i. 740-dan çıxırıq 170. 0-dan 0-ın 0, 4-dən 7-ni çıxamırıq. 7-dən 1-in veririk 14, 14-dən 7-ni çıxırıq. 7 eləyir cavab və burada 6 qalır. 6-dan da 1-in çıxırıq və eləyir 5. 570 manat. Fərqini tapanda 570 manat eləyir. 4 manat 32 qəpiyə və 3 manat 40 qəpiyə. Deməli 4 manat 32 qəpik, yəni 432. 3 manat 47 qəpik isə 347. 347. Deməli birinci toplayırıq. 2-nin üstünə 7, 9. 3-ün üstünə 4, 7, 4-ün üstünə 3, 7, 779. 9. Hesab toplayanda 700 elədi. Deməli 432-dən indi də çıxırıq 347-ni. Deməli 2-dən 7-ni çıxamırıq. 3-dən 1-in veririk 12. 12-dən 7-ni çıxırıq. Cavab eləyir 5. Burada da 2 qalır. 2-dən də 4-ünü çıxamıram. 4-dən 1-in verirəm, olur 12. 12-dən də 4-ün çıxanda cavab eləyir 8. 8. Deməli burada da qalır 3. 3-dən də 3-ün çıxsam 0. Deməli 85 qəpik. Qəpik qalır çıxanda. Deməli məsələ həlli. İnə baxaq. Misal məsələ 4. Lalə qiyməti 70 qəpik olan 4 qələm, Samir isə qiyməti 90 qəpik olan 3 dəftər aldı. Kimin ödədiyi pul daha çoxdur? Nə qədər? Deməli, indi Lalə qiyməti 70 qəpik olan 4 qələm. Deməli, 70-i burada qıraq da. 70-i vururuq 4-ə. 4 dənə alıbdı da 70 qəpikliklə 4 dənə. 0-ı vururuq 4-ə 0. 7-ni vururuq 4-ə 28. 280. Yəni 2 manat 80 qəpik. Bu Lalənin aldığı. Samirin aldığı isə 90 qəpik olan 3 dəftər aldı. 90-ı burada qıraq da yenə vururuq 3-ə. 0-ı vururuq 3-ə 0. 9-u vururuq 3-ə 36. 360, yəni 3 manat 60 qəpik. 3 manat 60 qəpik. Lalənin aldığı 2 manat 80 qəpik, Samirin aldığı isə 360 qəpik. Və deyir ki, kim ödədiyi pulu daha çox verib kassirə, Samir veribdi. 360 280-dən böyükdür. Keçək misal 5-ə. Alıcı bir qutu süd və bir bağlama yağ aldı. O satıcıya bir 10 manatlıq verdi. Satıcı ona nə qədər pul qaytarmalıdır? Deməli, alıcı bir qutu süd,
1 manat 40 qəpik. Bir bağlama yağ aldı. O da 6 manat 90 qəpikdir. Yəni 690. 690'ın üstünə də gəlirik 140. 1 manat 40 qəpik, yəni 140. Sıfırın üstünə 0 0 eləyir. 9'un üstünə 4 gələndə 13. 3'ü yazırıq, biri də yadımızda saxlayırıq. Deməli, bundan birini verdik, qaldı 5. 5'dən də birini çıxırıq, eləyir 4. Bir də yadda 5. 530. Yəni, satıcıya 5 manat 30 qəpik verməlidir. Deməli, keçək məsələ 6-ya. Samir və Səbinə birlikdə tort almaq istədilər. Samirin 3 manat 70 qəpik pulu var. O tort almaq üçün Səbinə nə qədər pul əlavə etməlidir? Tənlik yazmaqla həll edin. Deməli, tort 7 manat 20 qəpikdir. Samir 3 manat 70 qəpik qoyub. 3 manat 70 qəpik 370. Deməli, 7 manat 20 qəpikdir 720. Deməli, 720'dən çıxırıq 370'i. 0'dan 0'ını çıxaq 0. 12'dən 7'sini çıxsaq 5. 7'dən 3'ünü çıxıq. Yox, bundan birini verdik 6. 6'dan da 3'ünü çıxdıq 3. 350. Yəni Səbinədə 3 manat 50 qəpik əlavə etsə, Samirlə Səbinə bir yerdə 7 manat 20 qəpiklik tortu ala bilərlər. Daha fazla video istəyirsinizsə kanala like atıb abunə olmağı unutmayın. Bu videomuz bu qədər idi. Sonraki gələn videodakı dərsimiz isə gəlir xərc qazancdır. Sağ olun.